İki adamın birinin bir müşkülü var, birinin bir dərdi var, maddi sıxıntısı var, nə bilim başqa dərdi var, səri var. Kökündə də dayanan əksər mövzular insanın Allahla rabitəsinin diri olmamasıdır. Çünki Allahla rabitəsi diri olsa, namazını vaxtında və huzuru qəlblə qılsa, Quranını oxuyursa, tədəbbür eləsə, vərdiş üzərindən yox ha. Allaha bəndəçilik üçün oxusa, vərdiş üzərindən qılmayan namazı. Şuur və iradə namaz adamın meracı olar. Quran insanın Allahla rabitəsini aparır. Muraqibəsi olsa, əxlaqı olsa, ədəbi olsa, Allaha ümidi olsa, Allaha inansa, Allaha hüsn-zəni olsa, təvəkkülü olsa, hesab kitabı olsa, yoxsa baxır görür ki, insanlar bəzən düşünür ki, elə üçün adam da dərs oxumur, filan eləmir. Oxumur, dərs oxumur, ona görə nəticələri yoxdur da. Ya lazımı səyi görsətmir, ona görə mövzular yoxdur. İndi bəllidir də insandan asılı olmayan amillər də ola bilər və s. və bu kimi, yəni ümumi bu dəqiqə dünyada min cür mövzular var ki, insan baxırsan çalışqan, potensiallı, o bir ayrı da bir ondan getmir söhbət.